Ramazan ayı belə bir aydır ki, Allah bu ayda bütün behiştin qapıların insanın üzünə açıb. Cəhənnəmin qapıların insanın üzünə bağlayıb. Bu ayda hədisdə buyurulur, İmam Sadiq əleyhissalam buyurur, iblis zəncirlənər bu ay. İblisin ah-naləsi dünyanı bürüyər ki, zəncirdədir, heç bir iş görə bilmir. Heç kimi yoldan çıxarda bilmir. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, bu ayda bir nəfər bağışlanmasa, ən bədbəxt insan odur. Bilirsiniz, insan təsəvvür eləyin, gələ bir bulağın yanında, bulağın suyundan içməyə tənbəllik eləyə, susuzluqdan ölə. Bunun mənası budur, bu ay bir nəfər bağışlanmasa, onun mənası budur, bulağın yanında susuzluqdan ölür. Ona görə Həzrət buyurur, bağışlanmasa bir nəfər Ramazan ayında, o insan ən bədbəxt insandır.